Davos'ta Sülh Şurası yaradıldı. Və Azərbaycan da bunun təsisçilərindən biri oldu. İndi belə iddia ortaya atılıb ki, güya Azərbaycan daimi üzv olmaq üçün 1 milyard dollar pul ödəməyə hazırlaşır. Və bunu adi insanlar demirlər. Adi insanlar ola bilər ki, məsələnin mahiyyətini bilməsinlər, heç bilməyə borçlu da deyirlər. Bunu siyasətçilər deyir. Özdə ciddi iddiaları olan siyasətçilər deyir. Azərbaycan nədən 1 milyard dollar ödəməlidir? Ümumiyyətlə, bu Sülh Şurası deyilən bu təşkilatın gələcəyi varmı? Trump bugün Amerika Birləşmiş Ştatlarının prezidentidir. Arxasında böyük dövlət gücü var. Və Azərbaycan da 3 il müddətinə Sülh Şurasının üzvüdür. Daimi üzv olmaq üçün sonradan 1 milyard dollar ödəməyə ehtiyac var. Acaba Azərbaycana yaxud başqa bir dövlətə lazımdırmı? Ümumiyyətlə, o da məlumdur ki, hələlik bir Rusiya həmin o 1 milyard dolları ödəməyə hazır olduğunu bəyan edib. O da daimi üzv olmaq üçün yox, yardım eləmək məqsədindən və Amerika Birləşmiş Ştatlarında həbs qoyulan aktivləri azad eləmək üçün. Cəmi 5 milyard dollar Amerikada pulu var və deyir ki, 1 milyardını götür Sülh Şurasına, yerdə qalanını da Ukrayna müharibəsindən darmadağın olunan ərazilərə yönəldək. Təbiidir ki, Rusiyanın çox güman ki, nəzarətində olan əraziləri nəzərdə tutulur. Yəni, hansısa yolla həbs olunan aktivləri işə cəlb eləmək istəyir və istəyir ki, Rusiya üçün faydalı nəsə etsin. Trump deyir ki, başqa dövlətlər də var ki, onlar da 1 milyard dollar ödəməyə hazırdılar. Ola bilər bir-iki ərəb dövləti də belə bir istəkdə bulunsun. Ancaq aydındır ki, 3 ildən sonra Trump'ın müddəti bitir, ancaq sədrliyi davam edir. O əbədi sədr olmaq istəyir və sonra istəyir ki, özündən sonra gələcək varisi də özü müəyyənləşdirsin. Ancaq bir biznesmenin rəhbərlik etdiyi Sülh Şurasına kim 1 milyard verər? O Sülh Şurasının ümumiyyətlə nə çəkisi ola bilər? Əgər söhbət BMT Təhlükəsizlik Şurası üzvlüyündən gedərdisə, bəlkə də kimsə 1 milyard ödəyib daimi üzv olmaq istəyərdi. Ancaq Sülh Şurasının perspektivi yoxdur. Bugün lazımdır. Bugün Trump'la birlikdə olmaq, Trump'ın gücündən faydalanmaq çox vacibdir və müdrik dövlət liderləri təsisçi kimi daxil oldular. Avropa dövlətlərinin əksəriyyəti hələ götür-qoy eləyir. İri dövlətlər Çin, Hindistan, Rusiya və digərləri düşünürlər. Çox güman ki, onların bir neçəsi də bu Sülh Şurasına daxil olacaq. Ancaq bütövlükdə bu təşkilatın gələcəyi yoxdur və bu hamıya aydındır. Dünyada elə bir beynəlxalq qurum yoxdur ki, sədrinin bu qədər səlahiyyətləri olsun və sədr hakimiyyətdən gedəndən sonra da vəzifədə qalmaq istəsin. Yəni, adi bir biznesmen dövlət başçılarının, hökumət başçılarının daxil olduğu şuraya sədrlik eləmək istəyir və istəyir ki, orada həlledici söz sahibi olsun. Bunu hansısa dövlət başçısı qəbul edərmi? Ümumiyyətlə, bir biznesmenin rəhbərlik etdiyi beynəlxalq qurum ciddi addımlar atmaq iqtidarındadır. Kim düşünməsə də siyasətçilər bunu düşünməlidirlər və anlamalıdırlar ki, Azərbaycan heç vaxt Sülh Şurasına daimi üzv olmaq üçün 1 milyard dollar ödəməyəcək. Və belə bəyanatlar verib, belə fikirlər söyləyib, insanları saçbaş salmağa da heç bir ehtiyac yoxdur.